Salam dostlar, mən Samirə Sərməz, lazer mütəxəssisi. Bir çox xanımlar diod lazer zamanı ülgüclə təmizlənməyin narahatçılığını keçirir və bəzən də hətta suallar verirlər ki, Samirə xanım, bu tüklərimizi artırarmı bəs? Bunun narahatçılığını çox yaşayırlar ki, ülgüclə təmizlənmə tüklərimizi artıra bilər, qalınlaşdıra bilər və bu haqda açıqlama vermək istəyirəm. Diqqətlə izləyin dostlar. Və onu vurğulayım ki, ülgüc ancaq dəri səthindəki tükü götürür. Yəni kökünə müdaxilə eləmirik. Bu üzdən tükün sayı və qalınlığı dəyişmir. Lazer epilyasiyada isə məqsəd tükün kökünə hədəflənməkdir. Və dəri səthində tük olmadıqda tükün kökünə lazer dalğası daha çox təsir edə bilir. Bu yüzden dostlar, qorxmayın. Yəni ülgüc tükləri artırmır. Sadəcə prosedurun daha effektiv keçməsinə zəmin yaradır. Və unutmayın, sizin dəriniz bizə əmanətdir. Özünüzə yaxşı baxın dostlar.